Hörmətli izləyicilər, Cəlilabad rayonundan yenə redaksiyamıza bir məktub daxil olub, həmin məktubu diqqətinizə çatdırırıq. Cəlilabad rayon Buravar kəndində yaşayan bir qrup sakinlər tərəfindən redaksiyamızın ünvanına məktub və video görüntülər daxil olubdur. Vətəndaşların məktubuna əsasən 11 saylı Masallı Meşə İdarəsinin Göytəpə Meşəbəyliyinin 10A saylı dolayında fıstıq və ağcaqayın ağacları Meşə gözətçisi Anar Məmmədovun göstərişi ilə kütləvi şəkildə kəsilərək Masallı rayon ərazisində yerləşən mebel sexlərinə daşınır. Həmin dolayda 2025-ci il üçün əhaliyə qış yanacağı üçün ayrılmış sanitar qırma sahəsindəki 38 ədəd ağac kəsilib istehsal olunaraq əhaliyə 200 kubmetr odun satılmalı idi. Bütün ağaclar meşə gözətçisi tərəfindən kəsilib satılsa da dövlət büdcəsinə cəmisi 80 kubmetr odun pulu köçürülüb. 120 kubmetr odun pulu isə meşə gözətçisi və onu himayə edən idarə rəhbərləri tərəfindən mənimsənilib. Kənd sakinlərin bildirdiklərinə görə sanitar qırma sahəsindəki çatışmazlığı örtbasdır etmək üçün Göytəpə Meşəbəyliyinin 10A saylı dolayında əlavə ağaclar nömrələnir və damğalanır. Bu isə qanun pozuntusudur deyə şikayətçilər öz yazdıqları məktubda bildirirlər. Hörmətli izləyicilər, məsələ ilə bağlı biz qarşı tərəfi dinləməyə hazırıq. Buyursun 11 saylı Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi, eləcə də adı çəkilən dolaydakı şəxs gözətçi bu məsələ ilə bağlı öz fikirlərini bildirsin. Əlbəttə ki, onların da hüququ çatır bu məsələdə qarşı tərəf kimi fikirlərini bildirməyə. Qarşı tərəfin fikirləri, belə deyək, bizə çatdıqdan sonra biz onları da yenidən ictimaiyyətə təqdim edəcəyik. Hələ ki, bu qədər şikayətçilər bildirir ki, əlavə faktlar, sübutlar var, meşələrin qırılmasını təsdiq edən həmən video görüntüləri, həmən videoları daha doğrusu daha yaxından əldə etdikdən sonra bizə göndərəcəkləri ilə bağlı vədlər veriblər. Eyni zamanda fotoşəkillər də olacağını bildiriblər. Və şikayətçilər eyni zamanda bildirirlər ki, biz bu çəkiliş etdiyimiz ərazilərdə qırılan meşəlikləri sübut etməyə hazırıq. Yetər ki, həmin əraziyə ölkə rəhbərliyi səviyyəsində, əlaqədar qurumların rəhbərliyi səviyyəsində yoxlamalar başlanırsın. Biz onda onlarla birlikdə həmin əraziləri onlara göstərməyə hazırıq deyə bildirirlər. Hələ ki, bu qədər bizi izləməyə davam edin, yayımı bəyənin, paylaşın kanalımıza və eyni zamanda deməli, xəbər agentliyimizin səhifəsinə abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın.